Salidə Şəmmət qızı. Tarix həmişə təkrarlanır. Yayın axşam sərinliyinin öz ləzzəti vardı. Xəzər dənizin dalğalarının yaratdığı səs insanın ruhunu oxşuyurdu. Qurban kişi altında əyləşdiyi ağacın yarpaqlarının xışıltısını dalğaların səsi ilə dinləyərək ruhunu sakitləşdirirdi. Arxada qalan ömür səhifələrini yada salaraq yenidən yaşayırdı. Yenə keçmişə səyahət etmişdi. Ata-anasını, ömrünün ən xoş anları hesab etdiyi atalı-analı illərin ən yadda qalan məqamlarını xatırlamağa cəhd eləyirdi ki, nəvələrinin haykü ilə yanına gəlmələri onu xatirələrindən ayırdı. Təəccüblə nəvələrinə baxaraq soruşdu. Niyə bu vaxta qalmısınız? Həm də xeyir ola hamınız bir yerə toplaşmısınız. Niyə yatmırsınız? Gec deyilmi? Qurban kişinin nəvələrinin ən böyüyü İsmail dilləndi. Baba, gəldik ki, bizə maraqlı hadisələrdən danışasınız. Darıxmışıq, sizin maraqlı hadisələr danışmağınız üçün çox darıxmışıq. Çoxdandır bizə heç nə danışmırsınız. Bütün günü televizorun qarşısında ya xəbərlər dinləyirsiniz, ya da namaz qılırsınız. Bizə vaxt ayırmağı yaddan çıxarmısınız. Nəvələrin ən kiçiyi Mehri incikliyini gizlətmədən dilləndi. Baba, biz də ona görə yatmadıq. Axşam xəbərlərinin bitməsini gözlədik. Bizə maraqlı hadisə ya da nağıl danışmasa sizi rahat buraxmayacağıq. Qurban kişi gülümsəyib dedi. Əla. Onda mən sizə tarixlə bağlı maraqlı bir hadisə danışacağam. Elə bir maraqlı hadisə ki, nə deyirsiniz? Başlayım? Nəvələrin hamısı bir ağızdan dilləndi. Danışın babacan, danışın. Bizə də elə o lazımdır. Qurban kişi yenə gülümsəyərək dedi. Onda diqqətiniz məndə olsun. Qurban kişi bütün nəvələrinin onun ətrafında özlərinə yer etmələrini gözlədi. Hamı yerbəyər olandan sonra bir-bir nəvələrini süzdü. Böyümüşdülər. İllərin necə tez keçdiyini onlara baxarkən bir daha anladı. Doluxsundu. Yadına öz uşaqlığı düşdü. Uca dağların qoynundakı uçsuz-bucaqsız meşənin kənarındakı o bir mərtəbəli evlərini xatırladı. Evlərinin yanından axan dağ çayında üzməsi, balıq tutması da gözləri önündə canlandı. Bulaqdan soyuq su içməyə yadına düşdü. Yadına düşəndə belə təəccüb elədi ki, o soyuq su onun boğazını niyə ağrıtmırdı? İndi soyuducudan soyuq su içən kimi boğazı gəlir. Nəvəsi Əmirin səsi onu fikirlərindən ayırdı. Babacan, sizi gözləyirik. Fikirləriniz indi haralarda pərvaz eləyir? Qurban kişi bir də nəvələrini süzərək dedi. Sizə hansı maraqlı hadisəni, ya hansı nağıl danışacağımı fikirləşirəm. Hə, danışım, siz də qulaq asın. Laf keçmişlərdə bir Uzun Həsən vardı. Bu Uzun Həsən bəylikdən imperatorluğa kimi ucala bilmiş bir qəhrəman idi. Bu qəhrəmanın atası Ağqoyunlu Qara Yuluq Osman bəyin oğlu Əli bəy idi. Anası isə hamımızın ilk diplomat qadın kimi tanıdığı Sara xatunu idi. Elvin babasını dinləyib dedi. Baba, onlar tarixi şəxsiyyətlərdir axı. Heç tarixi şəxsiyyətlər haqqında da nağıl olar? Qurban kişi nəvəsinin sualına cavab verməmişdən əvvəl ona sual verdi. Tarixi şəxsiyyətlər haqqında nağıl olmur ki? Bilirsiniz ki, nağıllar mövzularına görə müxtəlif olur. Azərbaycan xalq nağıllarının sehirli nağıllar, heyvanlar haqqında nağıllar, məişət nağılları, həmçinin tarixi nağıllar kimi mövzuca rəngarəng növləri var. Səidə babasının dediklərini təsdiqləmək üçün dilləndi. Hə baba, Şəngülüm, Şüngülüm, Məngülüm, Göyçək Fatma, Ovçu Pirim kimi nağıllar heyvanlar haqqındadır. Heyvanlar haqqında nağıllarda heyvanlar ecazkar varlıq kimi müqəddəsləşdirilir. Qurban kişi nəvəsinin cavabından razı qaldığından gülümsədi. Sonra nəvəsini tərifləyərək onun fikrini təsdiqlədi. Tamamən haqlısan. Çox oxumaq belədir. Hər şeydən xəbərin olur. Bəs sehirli nağıllardan kim nə bilir? Şərif tez dilləndi. Baba, Məlik Məmməd, Sehirli Üzük kimi nağıllar sehirli nağıllara aid edilir. Bu nağıllarda isə nağıl qəhrəmanları sehrin, cadunun, əfsunun ya da əfsanəvi köməkçilərin yardımı ilə düşmənə qarşı mübarizə aparırlar. Baba, bəs tarixi nağıllarda necə olur? Baba yenə gülümsəyib dedi. Yenə haqlısınız. Tarixi nağıllara gəldikdə isə İskəndər və Fağır, Salih və Valih, Üç bacı və sair kimi tarixi nağıllar mövcuddur. Bu nağılların qəhrəmanları tarixi şəxsiyyətlər, hökmdarlar, xalq qəhrəmanları, məşhur sənətkarlar ola bilir. Bugün sizə danışmaq istədiyim isə tarixi nağıl yox, tarixi şəxsiyyətlər haqqında xalqın yaddaşlarında yaşayan tarixi məlumatlardır. Tarixi faktlar, tarixi şəxsiyyətlər haqqında məlumatları mənə də rəhmətlik dədəm danışmışdı. Siz də gələcəkdə övladlarınıza, nəvələrinizə danışarsınız. Onlara da deyarsınız ki, bizə babamız danışmışdı, Qurban babamız. Qurban kişi dərindən ah çəkərək udqundu. Sonra danışmağa davam elədi.
Danışmaq lazımdır ki, tarixi şəxsiyyətlərin xalq üçün etdikləri müqəddəs əməlləri yaddan çıxmasın, unudulmasın. Bu bir həqiqətdir ki, tarix unudula bilməz. Doğma torpaqları uğrunda canını qurban vermiş şəhidlər unudula bilməz. Qəhrəmanlar unudula bilməz, unutdurula bilər. Bilərəkdən, qəsdən xalqın yaddaşının silinməsinə cəhd edilə bilər. Nəysə, indi isə diqqətlə qulaq asın, mətləbdən uzaqlaşmayaq. Həm də gecdir, yatmaq vaxtınız yaxınlaşır. Ona görə də uzun-uzadı danışmağa vaxt yoxdur. Uşaqlar yerlərini rahatlayıb diqqətlə babalarına baxdılar. Bununla sanki onu dinləməyə hazır olduqlarını bildirmək istədilər. Qurban kişi nəvələrinin sakit-sakit ona baxdıqlarını görüb danışmağa davam elədi. Hə, keçmişdə yaşanmış, millətin siyasi, mədəni, iqtisadi tarixində silinməz izlər qoymuş Uzun Həsəndən bəhs eləyəcəm. Bəylikdən imperatorluğa kimi ucala bilmiş bir tarixi qəhrəmandan. Bu qəhrəman uşaq olarkən, yəni hələ 11 yaşındaykən Diyarbəkirin mühafizəsi üçün atasının yerinə məsləhət bilinmişdi. Amma atasının ölümündən sonra əmisi Həmzə bəy hakimiyyəti ələ keçirdi. Bu o dövrdə tez-tez baş verən hadisələrdən idi. Yəni hakimiyyət kimə çatmalı idisə ona təhvil verilmirdi. Həmzə bəydən sonra isə hakimiyyət yenə Uzun Həsənin deyil, qardaşı Cahangir Mirzənin əlinə keçir. Nəvəsi Nərgiz içini çəkdi və babasının sözünü kəsərək soruşdu. Baba, bəs Uzun Həsən nə vaxt hakimiyyətə gələcək? Qurban kişi nəvəsi Nərgizə gülümsəyərək dedi. Hə, sarı çiçəyim, sən darıxma. Danışdıqlarım elə Uzun Həsənin hakimiyyətə gəlişinə bir körpüdür. Diqqətlə qulaq asın. Uzun Həsən artıq 30 yaşına çatmışdı. Bir gün qərara gəlir ki, hakimiyyəti özü ələ keçirməlidir. Çünki ona çatacaq olan hakimiyyəti heç kim könüllü təhvil verməyəcək. Buna görə də ən yaxın silahdaşları 40 nəfər nökəri ilə əyinlərinə köhnə paltar geyinib Diyarbəkirin mühafizəçilərini aldadaraq şəhərə daxil oldular. Nəvəsi Fatimə günah iş görmüş insanlar kimi boynunu büküb soruşdu. Bəs Diyarbəkir hardadır? Sürəyya Fatiməyə sataşmaq üçün soruşdu. Fatimə, doğrudan bilmirsən ki, Diyarbəkir hardadır? Fatimə utanaraq başı ilə yox dedi. Qurban kişi nəvələrinə baxdı. Sürəyyanın zarafat etdiyini anladığı üçün ona heç nə deməyib Fatiməyə baxdı. Ayıplı, utanmalı bir şey yoxdur Fatiməm. Hamınız yadınızda saxlayın, qulağınızda sırğı eləyin. Bilməmək ayıb deyil. Bilməyib soruşmaq, öyrənməmək ayıbdır. Diyarbəkir hal-hazırda Türkiyə Cumhuriyyətində yerləşir. Səhv eləmirəmsə Türkiyənin bir əyaləti və sıxlığına görə 12-ci şəhəridir. 1401-ci ildə isə Diyarbəkir Ağqoyunlular dövlətinin paytaxtı olub. İndi bəhs etdiyimiz Ağqoyunlu hökmdarı Uzun Həsənin oğlu Zeynalabdinin məqbərəsi Diyarbəkirdə yerləşir. Elvin babasını dinləyib sual verdi. Baba, bəs Uzun Həsənin qardaşı Cahangir Mirzə nə etdi? Səsini belə çıxarmadan hakimiyyəti sakitcə təhvil verdi. Qurban kişi Elvinin suallarını düşünüb dedi. Əlbəttə ki, yox. Əvvəl qardaşı Həsənin hakimiyyəti ələ keçirməsinə etiraz etdi. Amma Uzun Həsən yenə ədalətli bir yol seçdi. Qardaşına heç nə etmədi. Sadəcə bir məktub yazdı. Sadəcə məktub. Əmir babasının sustuğunu görüb soruşdu. Nə məktubu? Baba, məktubda nə yazılmışdı ki? Qurban kişi Əmirin gözlərinə baxaraq dedi. Əmirim, o məktubla böyük bir iş həyata keçirildi. Qardaşları qatil olmaqdan qorudu. Nahaq yerə qardaş qanının tökülməsinin qarşısını aldı. Uzun Həsən qardaşı Cahangir Mirzəyə yazmışdı ki, eyni atanın, ananın övladlarıyıq. Məktubda nahaq qanın tökülməsinin gərəksiz olduğu bildirilmişdi. Cahangir Mirzə də bütün olanları anlayışla qarşılamağı bacarmışdı. Olacaqları gözündə canlandırmağa nail olmuşdu. Böyüklük göstərərək hakimiyyət iddialarından qardaşına görə əl çəkmişdi. Hətta oğlunu belə Uzun Həsənin xidmətinə göndərmişdi. Qurban kişi bir anlıq susdu. Nəvələrini süzərək soruşdu. Görürəm ki, siz məndən tarixi faktlara aydınlıq gətirməyimi istəyirsiniz. Doğrumu fikirləşirəm? Nəvələr yenə bir ağızdan dilləndilər. Hə, baba, bizə Uzun Həsəndən danışın. Onun etdiyi qəhrəmanlıqlardan bəhs eləyin. Qurban kişi gülümsəyərək dedi. Onda mən sizə Uzun Həsəndən, onun əməllərini həyata keçirməyə yardım edən insanlar haqqında danışmağa çalışacağam. Dinləyin. Yanında oturmuş nəvəsi Orxanın başını sığallayaraq dedi. Azərbaycan, Anadolu bölgəsi, İran və İraq ərazilərində nüfuza malik olan Uzun Həsən Azərbaycan torpaqlarını birləşdirmək uğrunda çox işlər görməyə çalışdı. Buna nail ola bildi də. İlk addım kimi Qaraqoyunlu Cahan Şahla mübarizədə qazandığı qələbəni göstərə bilərik. Bu qələbə
qələbə Azərbaycan torpaqlarını birləşdirmək uğrunda ilk uğurlu addımlardan biri idi. Bu böyük sərkərdə 1468-ci ildə Təbrizə daxil oldu. Sizlərin tarixdə eşitdiyiniz Qaraqoyunlu dövlətinə son qoydu. Əmir tez dilləndi. Hə, baba, Qaraqoyunlular dövlətinin süqutu ilə böyük bir imperiyanın əsası qoyulur. Qurban kişi nəvəsini məhəbbətlə süzərək dedi. Hə, həmişəki kimi haqlısan. Düzdür, amma təəssüflər olsun ki, bu imperiyanın ömrü çox da uzun olmadı. Lakin xalqın tarixində əvəzsiz, unudulmaz iz qoydu. Milli dövlətçiliyin sonrakı inkişafına təkan verdi. Hə, sözüm ondadır ki, Ağqoyunlu padşahı Uzun Həsənin xalqı qarşısında xidmətləri əvəzsizdir. Qaradəniz sahillərinə qədər irəliləyə bilmiş bu dahi qəhrəmanın əsas məqsədi Teymuriləri bu torpaqlardan uzaqlaşdırmaq idi. Buna ciddi cəhdlə yanaşan Uzun Həsən məqsədinə nail olur. Teymurilərin bu torpaqlardan çəkilməsini təmin eləyir. Doğrudur, o bunu tək həyata keçirə bilməzdi. Ona yardım eləyən qəhrəman oğullarımız da olub. Belə qəhrəmanlardan olan Səfəvi Şeyxi Heydər və Şirvanşah Fərrux Yasar bu mübarizədə Uzun Həsənə yardım eləyirlər. Uzun Həsən Şirvanşah Fərrux Yasara da qardaşı Cahangir Mirzəyə yazdığı kimi məktub yazmışdı. Məktubda Şirvanşah Fərrux Yasarı Əbu Səidə kömək etməməyə çağırır. Ona izah edir ki, Əbu Səidə kömək etməklə öz xalqının qırğınına, talan olunmasına yol açar. Şirvanşah Fərrux Yasar bunun qarşısını almağa qadirdir. Uzun Həsən Şirvanşah Fərrux Yasara çıxış yolunu göstərir. Bu çıxış yolu Əbu Səidə yardım etməkdən imtina etməkdir. Şirvanşah Fərrux Yasar Uzun Həsəni dinləyir, Əbu Səidə yardım etməkdən imtina edir. Bununla da Əbu Səidin zəifləməsinə nail olur. Ən nəhayət, bu igid qəhrəmanların şücaəti nəticəsində 1469-cu ildə Mahmudabad yaxınlığındakı döyüşdə Əbu Səid məğlub edilir. Sizə kimdən deyim, nədən deyim? Uzun Həsənin oğlu Zeynal bəy Əbu Səidi yaxalaya bilir. Əbu Səidin edamı ilə Teymurilərin ayağı Uzun Həsənin doğma torpaqlarından kəsilir. Balalarım, onu da qeyd edeyim ki, Uzun Həsən mərd olmasını həmişə isbat eləyə bilib. O, düşmənləri ilə mərd-mərdanə mübarizə aparıb. Hətta düşmən cəsədləri ilə belə hörmətlə davranması tarixi reallıqdır. Xalqının bu igid oğlu edam etdirdiyi Əbu Səidin cəsədini anasına verərkən deyib, ana, sən müqəddəs varlıqsan. Mən istəməzdim ki, belə olsun. Müharibənin qanunları belədir. Döyüşən tərəflərin biri ya məğlub olur, ya da öldürülür. Amma mən sənə imkan verirəm ki, oğlunun cəsədini aparıb ata-baba torpağında dəfn eləyə biləsən. Əbu Səidin anası oğlunun nəşini götürüb yola düşür. Yolda, daha doğrusu Qızılağaçda onların qarət edilməsi, cəsədin isə çölə tullanması haqqında Uzun Həsənə xəbər gəlir. Uzun Həsən öz adamlarına əmr verir ki, mərhum Əbu Səidin nəşini Xorasana çatdırsınlar. Əmir qürurla babasını süzərək soruşdu. Babacan, Uzun Həsən bütün Azərbaycan torpaqlarını birləşdirməyə nail olur? Qurban kişi başı ilə nəvəsinə hə deyərək əlavə eləyir. Hə, bacardı əmirim. Buna görə də Qərb dövlətləri Uzun Həsəndən çəkinirdilər. Buna səbəb Qərb dövlətlərinin hökmdarlarına yalan məlumatların çatdırılması idi. Bu dəfə Nərgiz yerindən dilləndi. Əsnəyib udqundu. Sonra təəccüb içində asta səslə soruşdu. Hökmdarlara yalan danışırdılar? İsmail babasının yerinə əmisi qızına cavab verdi. Yalan deyəndə dövlətlər arasında münaqişə yaratmaq məqsədi güdülürdü. Ona görə də yalan danışırdılar. Qurban kişi nəvələrini dinləyib dedi. Sarı çiçəyim, İsmail haqlıdır. Bir şeyi qeyd edeyim ki, onlar əmin idilər ki, Uzun Həsən təkcə Azərbaycan torpaqlarını birləşdirməklə qane olmayacaq. Uzun Həsənin Qərb dövlətlərinin torpaqlarını da zəbt etmək istəyi onları qorxuya salmışdı. Baba, onları qorxudan səbəb nə idi ki, nə olmuşdu ki, deyə Şərif babasından soruşdu. Qurban kişi Şərifə baxaraq dedi, çox şey onları qorxudurdu. Ən əsası isə 1453-cü ildə Ağqoyunlu dövlətinin yaranması onları qorxuya salmışdı. Daha sonra onları qorxuya salan hadisələrdən biri də Sultan Mehmetin Konstantinopolu fəth etməsi oldu. Qorxulası o qədər səbəblər var idi ki, Fatimə babasına baxıb soruşdu. Baba, nəsə pis bir şey oldu ki, dərindən ah çəkdiniz? Qurban kişi gülümsəyib başını buladı. Sonra kədərlə dedi. Sizə bir şey deyim ki, cəmiyyət həmişə tərəqqi eləyə bilməz. Yəni tərəqqi etdiyi kimi tənəzzülə də uğrayır. Məsələn, elə Uzun Həsən də.
Onun Otluq beli adlanan yerdə 1473-cü ildə məğlubiyyətə uğraması böyük fəlakət idi. Ağqoyunlu ordusu ilə Osmanlı ordusunun qarşı-qarşıya gəlməsi, məğlub edilməsi onun günahı deyildi. Çünki müttəfiqləri onu aldatmışdılar. Söz verdikləri silahları, yəni top tüfəngləri bilərəkdən gecikdirmişdilər. Uzun Həsənin pulla, qızılla aldığı silahlar ona vaxtında yetişdirilmədi. Güclü silahlanmış Osmanlı ordusunun qarşısına silahsız çıxması onu məğlubiyyətə düçar etdi. Osmanlılarla savaş barəsində bir daha söz açılmadı. Mehri babasına baxıb soruşdu. Baba, bəs Uzun Həsən sənin kimi baba deyil? Əlbəttə baba idi gülüm. Uzun Həsən ilk dəfə əmisi Kor Məhəmmədin qızı Səlcuq Şah bəyimlə evlənəndə cəmisi 15 yaşı var idi. Səlcuq Şah bəyim savadlı qadın olub. Uzun Həsənə siyasi işlərdə kömək göstərib. Hətta onun ölümündən sonra oğlanları Sultan Xəlilin və Sultan Yaqubun hakimiyyətə gəlmələrində də rol olub. Uzun Həsən Anadolu bəylərindən olmuş Əyil hakimi Dövlət Şah bəyin qızı Can bəyimlə, daha sonra Ömər Zaraki bəyin qızı Tarcil bəyimlə də evlənib. Can bəyimlə evliliyindən Uğurlu Məhəmməd, Tarcil bəyimlə evliliyindən Mirzə Məhəmməd Bakir bəy dünyaya gəlib. Sonra Trabzon kralı 4-cü İohan Komnenin gözəlliyi ilə ətrafa səs salmış qızı Teodora ilə evləndi. 1457-ci ildə Şahzadə Teodora öz adamları ilə birlikdə Ağqoyunlu sarayına gəlin gəlir. Ona Dəspinə xatun adı verilir. Uzun Həsən bu xanıma qarşı da mərdmərdانə davranır. Ona dini baxımdan təzyiq göstərmir, ona azadlıq verir. Seçimi onun öhdəsinə buraxır. Teodora, yəni Dəspinə xatun dinindən dönmür. Uzun Həsənin bu evlilikdən Maksud Mirzə və Məsih adlı oğulları, Aləmşah bəyim adlı qızları dünyaya gəlib. Aləmşah bəyim Ərdəbilli Şeyx Heydərə ərə getmişdi. Sizin hamınızın yaxşı tanıdığı Səfəvilər dövlətinin əsasını qoymuş Şah İsmayıl Xətainin anasıdır. İndi bildinizmi Uzun Həsənin nəvələri kimlər olub? Şah İsmayıl Xətai, Azərbaycan təfəkküründə özünə məxsus mötəbər yer tutmuş Xətai. Elvin babasının fikirləri ilə həmrəy olduğunu bildirmək üçün dedi. Şah İsmayıl da babası kimi xeyirxah işlər görürmüş ki. Hə bala, hə. Uzun Həsənin nəvəsi onun etdiyi əməlləri davam etdirib, babasının həyata keçirmək istədiyi xeyirxah əməlləri həyata keçirərək tarixi adını qızıl hərflərlə yazdıra bildi. Xalq qəhrəmanına çevrildi deyə nəvəsinə cavab verdi. Şərif babasını dinləyib dedi, baba, bəs Uzun Həsən başqa nə etdi? Qurban kişi əli ilə saqqalına sığal çəkərək dedi, Uzun Həsənmi? Uzun Həsən 1476-cı ildə Gürcüstana etdiyi 4-cü səfərdən sonra geri dönür. Amma ağır xəstəliyə düçar olur. 1478-ci ildə vəfat eləyir. Uzun Həsənin onda 55 yaşı vardı. Səidə babasına baxıb təəccüblə soruşdu. Çox təəssüf. Elə bir insanın 55 yaşında vəfat etməsi təəssüf doğurur. Baba, bəs Uzun Həsənin əməlləri indi davam etdirilirmi? Qurban kişi gülümsəyərək soruşdu. Doğrudan elə fikirləşirsən ki, onun müqəddəs əməlləri davam etdirilmir? Sonra nəvələrinə baxdı. Hamısının ona diqqətlə baxdığını görüb onlardan soruşdu. Doğrudan siz də bilmirsiniz ki, Uzun Həsənin o cür qeyrətli, xeyirxah əməllərini bugün həyata keçirən övladlarımız var? Nəvələrinin susub cavab vermədiklərini görüb danışmağına davam etdi. Bunu heç sizdən gözləməzdim. Niyə yoxdur ki? Ali Baş Komandanımız Uzun Həsənin illər əvvəl xalq üçün gördüyü əməlləri davam etdirdi. Əsarətdə olan torpaqlarımızı, Qarabağımızı geri qaytardı. Orxan babasına baxaraq kədərlə dedi. Axı müharibələrdə insanlar ölürlər, uşaqlar valideynlərini itirirlər, valideynlər isə öz övladlarını, düz demirəm? Qurban kişi nəvəsi ilə razılaşdığını bildirərək başı ilə onun dediklərini təsdiqlədi. Sonra çiyinlərindən tutub sinəsinə sıxdı, başından öpüb dedi. Hə, əlbəttə düz deyirsən, Orxan, müharibənin ağır nəticələrindən biri də budur. Qaçılmaz faktdır. İtkisiz müharibə olmur, günahsız yerə çox qanlar axır. Amma yadda saxlayın ki, torpaq uğrunda canından keçmək lazımdır. Buna hər kəs hazır olmalıdır. Elə siz də hazır olmalısınız. Elvin babasına baxaraq dedi. Baba, törədilən savaşlar insanları sülhə aparır? Qurban kişi nəvəsinin sualını dinləyərək dedi. Əlbəttə gözümün nuru. Bizim apardığımız bu savaş, daha doğrusu xalqımızın dünya etinasızlığına, ədalətsizliyinə mücadiləsi yalnız Azərbaycanda deyil, bütün Qafqazda müharibə və ədavət ocaqlarının sönməsinə, etnik separatizmin cilovlanmasına öz təsirini göstərəcək. Siz də o təsirin nəticəsində bütöv Azərbaycanda münaqişəsiz, sülhə qovuşmuş Qafqazda böyüyəcəksiniz. Qurban kişi bir anlıq sustu, udqundu, dənizin səsini dinlədi. Sonra dərindən nəfəs alıb dedi. Bugün bütün dünyanın nəzəri Azərbaycanın üzərindədir.
Nəvələri babalarına diqqətlə baxıb susurdular. Bu vaxt İsmayıl dilləndi. O çəkinə-çəkinə dedi: "Baba, məncə..." Qurban kişi İsmayılın sustuğunu görüb soruşdu: "Səncə? De, çəkinmə." İsmayıl oturanları nəzərdən keçirib babasına baxdı. Sonra qətiyyətlə dedi: "Məncə bugün biz, yəni Azərbaycanımız Ali Baş Komandanın rəhbərliyi altında yeni tarix yazır." Qurban kişi fəxrlə nəvəsini süzüb dedi: "Tamamilə haqlısan. Qardaşımız doğru dedi. Bugün Azərbaycan tarixi imza atır. Düşmən üzərində zəfərlərin müəllifi də İlham Əliyevdir. İlham Əliyev öz adını tarixə qızıl hərflərlə yazdırmağı bacardı." Mehri babasının əlindən tutaraq soruşdu: "Baba, Uzun Həsən kimimi?" Qurban kişi Mehrini qucağında otuzdurdu. Başını sığallayaraq dedi: "Hə mənim gülüm, Uzun Həsən kimi İlham Əliyev də Azərbaycan torpaqlarını azad etməyə nail oldu." Sonra Qurban kişi nəvələrini bir-bir süzərək dedi: "Artıq gecdir, yatmaq vaxtıdır. Gedin yatın. Amma unutmayın ki, olmuş hadisələr bumerang kimidir, qayıdıb gəlir. Qayıdıb gələndə isə hər bir kəsin etdiyi tarixi xidmətlər sələfləri tərəfindən davam etdirilir. Sözün qısası, tarix həmişə təkrarlanır."